Salam dostlar, bu videomuzda biz baxırıq informatika fənni üzrə rayon şəhər mərhələsi yuxarı yaş qrupu, yəni 10-11-ci siniflərin suallarına. Birinci sualımız parol sualıdır. Sualda deyir ki, verilən sətirdən elə minimal alt sətir seçməliyik ki, bu kriteriyaların hər biri ödənsin. Kriteriyalar nədən ibarətdir? Böyük hərf, kiçik hərf olmalıdır, rəqəm olmalıdır və bu 4 simvoldan biri olmalıdır mütləq. Və gəlirik məsələyə, nümunələrinə baxırıq. Məsələn, burada cavab 4-dür. Hər birini əhatə edən, məsələn, burada göstərildiyi kimi B1C nöqtə alt sətrini götürmək olar. Burada da göstərildiyi kimi 5, minimum 5 götürmək mümkündür. Əgər mümkün deyilsə, -1 çıxışa verilməlidir. Alt tapşırıqları nədir bunun? 20, sətrin uzunluğu 20 olarsa, 25 bal əldə eləmək mümkündür. Bu məhdudiyyət üçün həll etsək 100 bal əldə eləyə bilərik. İndi bu məsələdə birinci alt tapşırığa baxsaq, birinci alt tapşırıq brute force dediyimiz tam axtarışdır. Yəni burada iç-içə dövr qurub bütün vəziyyətləri nəzərdən keçirmək mümkündür. Gəlin baxaq necə. İç-içə dövr qururuq və hər bir L-dən R-ə yoxlayırıq ki, kiçik hərf varmı, böyük hərf varmı, rəqəm varmı, simvol varmı? Yəni burada diqqət edəcəyimiz hissə 3 dənə iç-içə dövr. Baxın, burada 3 dənə iç-içə dövr. Zaman mürəkkəbliyi bunun uzunluğu nə qədərdirsə onun kubu qədər gedəcək. Digər həllimiz necə olar? Optimizasiya eləmək istəsək sliding window dediyimiz, yəni əslində həll bundan daha sadədir. Bizim burada istifadə edəcəyimiz belə bir qayda olacaq ki, əgər biz hansısa simvola rast gəliriksə, onda həmin simvolun olub-olmadığını müəyyən eləmək üçün onun indeksini yadda saxlayırıq. Başlanğıcda bütün indeksləri veririk -1. Yəni ki, hələ ki heç bir simvol tapmamışıq və sadəcə bir dövr istifadə etməklə kiçik hərfə rast gəlsək onun indeksini təyin edirik, böyük hərfində, rəqəmində, simvolunda. Və əgər elə bir vəziyyət olsa ki, biz bütün simvolları artıq tapmışıq, onda bu simvolların olduğu ilk başladığı yer left və son bitdiyi yer R götürürük. Onlar arasındakı fərq nə qədərsə o qədər simvol yerləşir deməli. Və bu zaman cavabımızı minimuma update edirik. Cavabı da ən başda bir maksimal ədəd götürmək olar. Məsələn 1 milyon götürə bilərsiniz və ən sonda yoxlaya bilərsiniz ki, ədəd hələ də 1 milyon qalıbsa, deməli biz hələ ki belə bir vəziyyətə rast gəlməmişik və cavab -1-dir. Əks halda elə cavabı çıxışa vermiş oluruq. Yəni burada gördüyünüz kimi bizim sadəcə bir ON dövrümüz var. Tam sliding window'un özün olmasa da, amma ona bənzərliyi var. Bunu tam sliding window'dan da yazmaq olardı, amma biraz daha mürəkkəb olacaqdı kod. Bu cür yanaşma daha sadədir. Növbəti tapşırığa keçək. Növbəti tapşırığımız Ayxanın massivi. Bu da maraqlı məsələ idi. Deyirdi ki, 2 elementi seçir. Əgər onlar arasındakı fərq 1-dirsə, kiçik olanı silir. Bərabər olsa hər hansı birini silir. Bu məsələdə biz nəyi bilməliydik? Məsələn, burada arada fərq 1 olanlar, baxırıq ki, 1-dən çox fərq yoxdur, cavab yes olacaq. Yoxdur, yes olacaq. Amma burada görürsünüz ki, bir boşluq var, gap var. Yəni, məsələn, 2-dən birbaşa 4-ə keçib. Yəni biz heç cür bunun sol tərəfini silə bilərik, sağ tərəfindən silmə eləyə bilərik, amma burada bir ədəd qalacaq, sağda da bir ədəd qalacaq. Bunlar arasındakı fərq də minimum 2 olduğu üçün heç vaxt silmək mümkün olmayacaq. Həmçinin burada da o vəziyyət var. Baxın, məsələn 1 ilə 3 bura qırılma nöqtəsidir. Baxın, burada silmə eləyə bilirik, bu da tək qalacaq, buradan bir element və bunlar arasındakı fərq 2 olduğu üçün yenə də silmə olmayacaq. Deməli, bu məsələdə biz axtarmalıyıq gap dediyimiz, yəni boşluğu. Onu da sıralayıb tapmaq çox sadədir. Baxın, əsas bizim burada sıralayıb və tətbiq edəcəyimiz şərtimiz budur. Əgər bu baş veribsə, iki yanaşı gələn ən yaxın elementlər arasındakı fərq 1-dən çoxdursa, onda cavab no-dur və return edirik. Bu tip suallarda test case'lər olduğu üçün, yəni gördüyünüz kimi T dənə burada massiv verilir və biz bildirmişik ki, burada ən yaxşı üsul bir dənə T daxil edib və qalan əsas alqoritmi bir funksiyada yerinə yetirmək effektivdir. Növbəti tapşırığımıza keçək.
Maksimal palindrom konstruktiv bir məsələ idi. Deyir ki, palindrom qurmalı, string qurmalıyıq və onun içərisində maksimal palindromun alt sətrinin uzunluğu k-ya bərabər olmalıdır və həmin sətrin uzunluğu n olmalıdır. Yalnız və yalnız ingilis hərflərindən ibarət olmalıdır. Yəni burada gördüyünüz kimi nümunədə belə bir sətr düzəldilib. Ümumiyyətlə bu tip məsələlərdə adətən qeyd olunur ki, istənilən bir sətri çapa verə bilərsiniz və yaxud da deyə bilərdi ki, leksikoqrafik minimal, maksimal da deyə bilərdi. Ona görə burada istənilən bir sətri çap edin dediyi üçün, yəni buradakı nümunə bizi çaşdırmamalıdır. Yəni burada birdən bəzən görüb deyə bilərik ki, bu sətri necə əldə edə bilərik? Əslində bu sadəcə bir nümunəsidir bunun. Hər hansı bir sətri çıxışa vermək mümkün olduğu üçün biz fərqli bir yanaşmala məsələni həll edə bilərik. Deməli, konstruktiv. Burada əsas ideya nədən ibarətdir? Bizə lazımdır ki, k uzunluqlu palindrom olsun. Biz də palindrom olması üçün k dənə eyni hərfdən ibarət bir dənə string düzəldirik. Məsələn, 2 dənə həll təklif olunur burada. Hər ikisi doğru həldir. Hər kəsin də fərqli yanaşması ola bilər. Məsələn, burada z ilə doldurub, qalan hissələri ABC, ABC, ABC şəklində doldura bilərik. Çünki sonradan olan bu ABC, ABC heç bir halda palindrom düzəltməyəcək. Amma məsələn 2 simvol qoysaydıq AB, AB, bu artıq riskli idi. Çünki orada AB, AB, A gəlsəydi yenə palindrom düzələcəkdi. Amma 3 və daha artıq simvolları ardıcıl şəkildə yerləşdirəndə palindrom düzəltmir. Və bizim əsas k dənə simvoldan ibarət alt sətr palindromumuz olur. Məsələn, buradakı yanaşma nədir? Buradakı yanaşmada ilk k dənəsini A verir. Ondan sonra əlifbaya görə B-dən başlayır. B, C, D, Y o şəkildə yerləşdirmə edir. Əgər Z-i keçən kimi bunu B-yə bərabər edir, təzədən başlayır. Yəni B, C, D-yə və bu halda da heç bir zaman yeni bir palindrom düzəlməyəcək və maksimal palindromun uzunluğu elə A-lardan ibarət olacaq. Qiymətləndirmədə bütün testlərə görə baxıldığı üçün alt tapşırığı da yoxdur bu məsələnin. Keçək G tapşırığına baxaq. Maraqlı ədədlər və sualın özü də maraqlıdır. Deyir ki, 2 dənə ədəd verilir. Bu ədədlərin birindən x çıxırıqsa, o birisindən 2x çıxacaq və yaxud da tərsinə. Birindən 2x çıxırıqsa, o birisindən x çıxırıq və hər bir addımda bizim x-i seçməyimiz fərqli ola bilər. Bu tapşırıqları simulyasiya etmək çətindir. Yəni birdən fikirləşərik ki, məsələn, gəl bir-bir çıxaq, baxaq, bir-bir çıxaq, baxaq. Yəni bunu biz hər addımda necə, hansı ədədi çıxacağımıza qərar vermək çətin olar. Ona görə biz buna tam riyazi yolla yanaşmalıyıq. Yəni, məsələni riyazi analiz etdikdən sonra biz görürük ki, burada hər hansı bir ədəddən x digərindən 2x çıxdıqda ümumilikdə 3x çıxılır. Ümumilikdə 3x çıxılır. Baxın, cəmdən həmişə 3-ün misli çıxılır. Yəni, əgər bu A plus B idisə ümumilikdə, biz bundan 3x çıxırıq. Deməli, hər dəfə 3-ün misli olan bir ədəd çıxırıqsa, bu cəmin sıfıra düşməsi üçün, yəni hər bir ədəd onsuz da axırda sıfıra düşəcəksə, cəm də sıfıra düşəcək. Onda belə çıxır ki, ədəddən 3-ün mislilərin çıxdıqdan sonra sıfır qalmalıdırsa, bu cəm 3-ə mütləq bölünməlidir. Birinci şərtimiz budur bizim. Yəni, cəm 3-ə qalıqsız bölünməlidir. Birinci şərtimiz budur. İkinci şərtimiz nədir? Məsələn, biz eyni anda bu iki ədədi sıfır vəziyyətinə gətirmək istəyirik. Onda əlavə, məsələn, tutaq ki, bir ədəd 5-dir, bir ədəd 10-dur, bundan 5 çıxıb, o birisindən də 2 vur 5 çıxsaq, sıfırlayırıq. Amma məsələn, mən 12 yazsam, burada biz istəyirik ki, bu kiçik olduğu üçün hər halda bundan kiçik ədəd çıxıb, bundan böyük ədəd çıxacaq. Və burada bu ədəd, kiçik ədəd daha tez sıfıra düşəcək və bu ədəd artıq qalacaq. Deməli, buradan belə başa düşürük ki, əgər bir ədədin 2 misli böyük, ciddi böyük olsa o bir ədəddən, bunu sıfıra gətirmək mümkün deyil. Ona görə də biz həmin ədədin, deməli, A kiçik bərabərdir, 2B və B kiçik bərabərdir, 2A şərti ödənməlidir ki, biz bu ədədləri eyni anda sıfıra gətirə bilək. Yəni, burada buna diqqət eləməliyik. Şərtimiz çox sadədir əslində. Yəni, bunu
çox belə sadə riyazi analiz etməklə tapmaq mümkündür. A kiçik bərabər 2B və B kiçik bərabər 2A. Burada yerlərini dəyişdirib minimumu hər dəfə A da götürmək olardı. Yəni burada digər şərtə gərək qalmayacaqdı. Növbəti. Burada rəngləmə məsələsinə keçməmişdən əvvəl digər məsələyə baxaq. Olimpiada tortu. Deyir ki, buradan 2 dənə tort seçmək lazımdır ki, onların qiyməti bizdə olan məbləği aşmasın, x məbləğini aşmasın və amma tortun çəkisi maksimal olsun. Yəni sadə greedy alqoritmidir. Yəni bu məsələdə həm də məhdudiyyətləri gördüyümüz üçün məhdudiyyətlərdə n 100'dür, t də 1000'dir. Biz bunu minin kvadratına n'in kvadratına həll eləsək zaman limitini aşmayacaq. Yəni 100 vur 100. 100 vur 100 əməliyyatını tapmaq mümkündür. Başqa cür sliding window da eləmək olardı, yəni burada düşünürəm ki, amma biraz yenə də mürəkkəb olacaqdı o həll. O-n kvadratı 10^7 C++-da kifayət qədər sürətlidir. Hər halda digər proqramlaşma dillərində də problem olmaz. Deməli, brute force həlli. Götürürük, iç-içə dövr veririk və yoxlayırıq ki, əgər bizdə bu tortların məbləği x-i aşmırsa, onda maksimal çəkini yadda saxlayaq. Burada həmçinin biz eyni tortlara da baxırıq. Yəni, gördüyünüz kimi dövrləri elə qurmuşuq ki, biz təkrar iki eyni tortu götürüb də baxırıq. Çünki məsələnin şərtində qeyd olunub ki, eyni tortdan 2 dəfə almaq olar. Bu da qeyd olunub. Və nəhayət biz baxırıq, demək olar, sualların ən çətini rəngləmə məsələsi. Bu rəngləmə məsələsində nümunəsində gördüyünüz kimi çox sadə bir açıqlamadır. Deməli, birinci sətr rənglənir 1 rənginə, sonra sütun rənglənir 4 rənginə, sonra yenə sətr rənglənir 2 rənginə və eyni sətr yenə də bir rənginə rənglənir, heç bir şey dəyişmir və bizdən soruşur ki, K-nın qiyməti neçədir? Məsələn, bu nümunədə 4-dür. Bütün 4 rəngdə olan, hər birində olan xanaların sayını vermək lazımdır. Məsələn, bir rəngində 4 xana var, 2 rəngində 4 xana var, 3 rəngində xana yoxdur, 4 rəngində 1 xana var. Deməli, burada məsələnin əsas çətin hissəsi harada üzə çıxır? Biz məsələn deyə bilərdik ki, məsələn, eyni sətrin üstündən keçiriksə, rəngləndi, rənglənmədi. Bunları idarə etmək rahatdır. Amma əgər bizim, tutaq ki, bu sətri rəngləyib sonra sütunu rənglədiyimiz zaman, əvvəlki rənglədiklərimizdən neçədə nəsə itmiş olur, bunu idarə etmək çətindir. Həmçinin burada da baş verir bu. Məsələn, bir dəfə burada 1 itir, 3 dənə 4 gəlir. Məsələn, burada 4-ün biri itir, 4 dənə 2 gəlir. Məsələn, bunu idarə eləmək çətin olar və böyük deyək ki, məhdudiyyətlərdə, məsələn, bu məhdudiyyətlərdə çətinlik ola bilər. Amma xüsusi hallarda bunun, məsələn, kiçiklərində adi simulyasiya eləyə bilərik. Məsələn, gəlin baxaq, alt tapşırıqlarda. Sadə simulyasiya eləyirik, deyirik ki, hər bir xananı rəngləyirik, yəni rənglədik. Heç burada yoxlamırıq ki, eynisindən keçmişik, keçməmişik. Əslində, keçmişiksə də o fərqli rəngi olsa rəngləməliyik biz onu. Və yaxud da eyni rəng də olsa, ola bilər ki, o əvvəl sütunları rənglənib, indi həmin sətr rənglənir, onda yenə də onların həmin sətirdə bütün rənglər dəyişir. Ona görə adi simulyasiya eləmək olar. Yəni, Q dənə soruğu üçün, yəni for dövrü qursaq, biz burada birinci alt tapşırıqda heç bir, deyək ki, zaman limiti problemi baş verməyəcək. Ona görə bu simulyasiyanı yerinə getirib, ondan sonra hər bir rəngdə olanları saya bilərik. Məsələn, bir rəngində neçə dənə xana var, gedib həmin gridi gəzərik, deyərik ki, bərabərsə sayaq, sonra bu sayı yadda saxlayaq, sonra 2 rəngində neçə dənə var, hər birini bir-bir sayarıq. Nə qədər zaman çəkir bu? K vıraq, N vıraq, M. K vıraq, N vıraq, M. Deyək ki, Q dənə də soruğu, əslində Q dənə soruğu burada baş vermişdi. Q vıraq, M, üzərinə gələk, K vıraq, N vıraq, M. Yəni, haradasa 1000 əməliyyat deyə bilərik təxmini. Kifayət qədər də sürətlidir. İkinci alt tapşırıqda yalnız bir rəngdən istifadə edirik. Baxın, bunu da simulyasiya edə bilərik, amma burada da götürüb hər bir sətri sütunu rəngləyə bilmərik, çünki 10^9-dur.
Biz burada simulyasiyanı hansı sətirlər və sütunlar rənglənirsə onları sayırıq. Gəlin baxaq, çox maraqlı alt tapşırıqdır əslində. Baxın, tutaq ki, eyni rəngdir də burada, K1-dir. Eyni rəng olduğu üçün, məsələn, rənglədik bu sütunu, sonra bu sütun rəngləndi. Məsələn, dedik ki, hə, bu sətri rəngləmişik. Sonra da deyə bilər, bu sətri rəngləmişik. Sonra yenə də deyə bilər, məsələn, bu sətri rəngləmişik. Yəni, burada hər bir rənglənən sütunların və sətirlərin sayını nəticəsində neçə xananın rəngləndiyini hesablaya bilərik. Məsələn, 3 dənə sətir rənglənibsə, 3 vurulsun sütun sayı qədər toplam rəngləmə baş verib. Baxın. Bu. Bəs sütun rənglənsə, neçə dənə sətirdən keçirsə həmin sütun, o qədər rəngləmə baş verir. Amma burada diqqət eləməliyik ki, bunların kəsişmə nöqtələri var. Məsələn, burada kəsişmə var, kəsişmə var. Yəni, biz bunları təkrar saymalı deyilik. Bunda sayı necə tapırıq? Neçə sətir, neçə sütun rənglənibsə, onların hasili qədər kəsişmə baş verir. Baxın, məsələn, 3 sətir, 2 sütun idi. 3 vur 2, 6 dənə. Və bu sayı cavabdan çıxartmalıyıq mütləq. Və təkrarın da qarşısını almaq üçün set istifadə edə bilərik. Setin burada önəmli tərəfi, əsas digər alt tapşırıqlarda da biz, yəni tam həllində də bunu istifadə edəcəyik. Ki, yəni təkrar rəngləmə gəlsə biz onu rəngləməyək. Amma əsas həllində tam fərqli bir yanaşma eləyəcəyik biz. Gördüyünüz kimi burada sadəcə sətirləri sayırıq, sütunları sayırıq. Çünki bir rəngdir burada və həmin düsturu tətbiq etməklə biz 16 bal da əldə etmiş oluruq. Və 10 bal buradan 16 bal, toplamda 26 bal əldə etmək mümkündür. Yəni alt tapşırıqlar fərqli-fərqli olduğu üçün, yəni bunu yazıb 10 balı əldə edirsiniz, sonra keçirsiniz bunu yazırsınız 16 balı əldə edirsiniz. Yəni artıq bu balı əldə edəndə bunu əldə eləməyəcəksiniz və ayrı-ayrı cəmlənəcək. Yəni bunu ayrı almışsınız, bunu ayrı toplanır 26 bal. Digər həll əslində məhdudiyyətləri çox yaxındır bir-birinə. Gördüyünüz kimi, hər halda buradakı fərq orada təkrar sətir və sütunu daha sürətli strukturla idarə etmək. Amma burada elə bir-bir də yoxlamaq olardı. Məsələn, ki biz təkrar eləmişik, yoxsa eləməmişik. Çünki çox da sorğu yoxdur burada. Yəni, Q 2000'dir, amma burada haradasa milyona yaxındır. İndi gəlin, baxaq tam həlli. Məsələnin tam həlli reverse processingdir. Reverse processing o deməkdir ki, sorğulara geridən başlayırıq. Nə üçün? Çünki son rənglənənlər önəmlidir bizim üçün. Ən axırda burada məsələnin şərtində də deyilir ki, sonuncu tətbiq edilən rəng prioritet olur. Yəni bir dəfə biz hansısa sətri bir rənginə, gələn dəfə iki rənginə rəngləsək, növbəti dəfə onda iki rəngində qalacaq o xana, sətir. Məsələn, reverse-in burada üstünlüyü əsas elə o rəngləməni düzgün idarə etmək və geriyə qayıtdıqca hansı ki biz ora qədər neçə sətir və yaxud da neçə sütun rənglənibsə onları hesablayıb cavaba əlavə etməkdir. Gəlin baxaq, alqoritm necə işləyir. Deməli, hər dəfə sətir rənglənəndə neçə dənə sətirdirsə onu sayırıq, neçə sütun rənglənirsə onu da sayırıq. Çünki geriyə gedirik. Biz o sətir və sütunun sayına görə bilirik ki, hansısa sətir rənglənəndə onda biz sütunların, neçə dənə sütun rənglənibsə oradan hansısa bir sətir keçəcək, rənglənəcək və ondan rənglənmiş sütunların sayını çıxmaqla biz nə qədər xananın hansı rəngdə olduğunu tapa bilirik. Eyni şəkildə sütunda da o vəziyyət edirik, sətirdə də. Yəni burada gördüyünüz kimi bir-birinin tərsidir əslində əməliyyat. Çünki sətir rənglənəndə sütunlara təsir edir, sütun rənglənəndə sətirə təsir edir. Bütün əməliyyatları tərs çevirə bilərdik və yaxud da götürün burada bir dənə massivdə yadda saxlayıb reverse eləmədən elə dövrü tərs qurub bir-bir əməliyyatlara baxa bilərdik. Deməli, burada əsas hissə gördüyünüz kimi istifadə edirik set, çünki təkrar biz sətirə rast gəlmişik, yoxsa rast gəlməmişik. Onsuz da bu reverse processing getdiyi üçün biz geriyə gedəndə təkrar sətirə rast gəlsək, biz artıq onu icra eləmirik. Çünki ondan əvvəlki prioritetdədir, yəni o önəmlidir bizim üçün. Yəni o tərsinə gedəndə son rənglənən deməkdir axı. Ən son hansı rənglə rənglənibsə o qalır. O dəyişmir tərsinə gedəndə. Və burada hər dəfə hansı sətir rənglənəndə sətri sayırıq və həmin rəngə boyanan nə qədər xana olur, sütunların sayından bura qədər neçə sütun rənglənibsə, onların sayını çıxırıq. Yəni səbəb odur ki, sətrin
sütuna təsir var, sütunların da sətrə təsiri var. Baxın, yuxarıda da biz bunu qeyd etmişdik. Məsələn, digər alt tapşırıqda sətr rənglənirsə, o sütundan keçir axı. Neçə dənəsə sütundan keçir. Yəni bu vaxta qədər rənglənən neçə sütun varsa, onların hamısından keçdiyi üçün biz həmin rəngi hesablayanda o sütunların sayını çıxardırıq cavabdan. Yəni toplam sütunların sayı çıxılsın bu qədər, həmin rəngdə artım olur. Eyni şəkildə burada da bu prosesi yerinə yetiririk. Zaman mürəkkəbliyi gördüyünüz kimi bir dənə set və Q log deyə bilərik buna. Q log Q qədər. Və kifayət qədər də sürətlidir. Ən sonda bütün rəngləri çıxışa veririk ki, hər bir rəngdə rənglənən xanaların sayı. Reverse processing, bunu da öyrənmiş olduq. Bu tip məsələlərdə biz tərs yanaşma edirik. Yəni, məsələdə deyirsə ki, sonuncu önəmlidir, onda biz sondan başlayıb əməliyyatları simulyasiya edə bilərik. Sözsüz ki, alqoritm optimal işləməlidir. Məsələlərin həlləri description bölməsində qeyd olunacaq. Oradan əldə edə bilərsiniz. Sağ olun. Hələlik.